Yəni hal-hazırda bu xəstəliklər demək olar ki, simptom olaraq eyni simptomla bizə müraciət edirlər. Yəni burada biz xəstə bizə yanaşdığında xəstə influenzadırmı, xəstə koronavirusdurmu, xəstə adenovirusdurmu və yaxud da respirator başqa bir virusdurmu? Yəni burada klinik gediş əslində demək olar ki, eynidir. Və bu gün də bunların spesifik müalicə demək olar ki, bunlarda yoxdur. Daha çox ümumi simptomatik müalicə ilə biz gedirik. Yəni xəstə bizə müraciət elədiyində hər xəstədən biz test götürək, baxaq görək bu koronavirusdurmu, yoxsa influenzadırmı? Buna çox da gərək olmur. Çünki gedişatımızda biz bunu əlimizdə onun əslində antiviral var. Yəni virus əleyhinə preparatlarımız bu xəstələrdə istifadə olunan demək olar ki, sayılı qədərdir. Ona görə bunları biz gəldiyində biz test edək hansı tipdən daha çox simptomatik müalicə edirik. Çünki bunların hər birinin verdiyi klinika demək olar ki, bənzərdirlər. Ona görə də hər xəstəni ayrı-ayrılıqda test etməyə ehtiyac yoxdur.